Mühnet belalar şeste çölümde şeste çölümde sındırıplar beni. Köçüktür havi siyah kara zülfün üstüne elinde elinde her neyim var. Elinde her ney var, o gözü karalar, vay aman aman aman, aman aman, aman aman, ay canım. Geceler uykusuz uyumasam geceler uykusuz uyumasam unutma seni güzelim seni, unutma seni güzelim seni, gel gizletme benden sarı sirrini, sevirem sevirem temiz eşkini, gel gizletme benden sarı sirrini, sevirem sevirem temiz eşkini. Mən ilham alıram incə səsindən, qəlbləri oxşayar şuh nəfəsindən. Mən ilham alıram incə səsindən, qəlbləri oxşayar şuh nəfəsindən. Bilmirəm mən sən yoxsan sən, bilmirəm mən sən yoxsan sən, qəlbimin evində şahlıq edirsən, qəlbimin evində şahlıq edirsən, qəlbimin evində şahlıq edirsən, qəlbimin evində
gördük sizi, əziz tamaşaçılarımız, istəkli dinləyicilərimiz, hər birinizi salamlayırıq. Səhər sovqatı artıq başladı və hər birinizə yaxşı bir əhval-ruhiyyə arzu edirik. Deyirlər, iki cür könül xoşbəxtliyi var. Biri talihdən razılıqdır, ruhun sakitliyidir, digər isə saf, xeyrxalq, təmiz ürəkdir. Bax, bu ikincisi Allahın insana verdiyi bir bəxşişdir. Daha bir bəxşiş isə sağlam düşüncədir. Allah hər birinizə sağlam fikirlər, sağlam düşüncələr qismət eləsin deyirik. Məncə gözəl arzudur bu səhər üçün. Bir də sabahınız xeyirli, uğurlu olsun deyirik və bugün məclisimizi bəzəyəcək iki şair qonağımız var. Onları sizə təqdim etmək istəyirəm. Süreyya xanım Şəms və Səfər Səfərli. Xoş gəlmişsiniz hər ikiniz. Sabahınız xeyir olsun deyirik. Və bizi az öncə öz gözəl ifası ilə salamlayan xanəndəmizə təşəkkürümüzü bildirmək istəyirik. İlqar Təhməzov. Biz bilirik ki, muğamımız təbii ki, günü-gündən inkişaf edir və bunun nəticəsi olaraq biz yeni-yeni səslər, yeni-yeni ifalar kəşf edirik və çox bəyəndim sizin ifanızı, çox da gözəl ifa edirsiniz və hələ qarşıda inşallah ki, dinləyəcəyik sizi və sizin daha bir həmkarınız Mətanət xanım Qarabağlı buradadır. Sizi də xoş gördük. Siz də gözəl bir ifalarla əminəm ki, gəlmişsiniz, gözəl bir repertuarla gəlmişsiniz bizim proqramımıza və təbii ki, sizi müşahidə edən musiqiçiləri də salamlamaq istəyirik. Tarda bizim gözəl sənətkarımız Cəbrayıl Qarabağlı bugün bizimlədir. Kəmançada Bayram Əliyev və nağrada Sahib İbrahimli. Hoş gördük, hər birinizi salamlayırıq bir daha. Əziz qonaqlarımız, hamılıqla sizin bir əhvalınızı soruşaq mı, necəsiniz? Çünki əhvalınızın yaxşı olmağı çox önəmlidir bugünkü söhbətimizin baş tutmasında. Səfər müəllim, başlayaq sizdən. Gözəl musiqi sədaları altında əhval pis ola bilməz. Xoş ovqat bəxş elədi. İnşallah çalışarıq ki, bu xoş ovqata da biz də öz töhfəmizi veririk. İnşallah. Bilmirəm, bu yağan yağışlar, bu soyuqlar nə dərəcədə təsir edir şair əhvalına, Süreyya xanım. Amma əsas o daxildə olan... İnsanın daxili aləmində daha gözəllik yaransın. Mən də hər birinizi salamlayıram. Çox sağ olun. İstəyirəm ki, bizə verilmiş bu vaxtı yaxşı, səmərəli keçirək. İnşallah. Və ovqatlarımızı yaxşı eləyək. Nəsə bir şey ötürə bilək də tamaşaçılarımızı, ən əsası budur Süreyya xanım. Əlbəttə, nəsə tamaşaçılara çatdıraq, onların da bizə verilmiş bu imkandan istifadə edib, onları da öz ovqatımızla sevindirək. İnşallah ki, belə olacaq. Çünki səhər tezdən, ələxüsusə gəl istirahət günüdürsə, bazar günüdürsə, insanın ovqatını yüksəldə bilən nə ola bilər? Gözəl musiqi ola bilər, muğamlarımız, milli musiqimiz, sizin gözəl şeirlərinizi dinləyəcək. Amma mən söylüyorum ki, Süreyya xanım Azərbaycanın çox gözəl güşələrindən biri olan Qəbələdə dünyaya gəlmişsiniz, elə mi Süreyya xanım? Yanılmıram, yəni ki, orada da boya başa çatmışsınız və düşünürəm ki, həmin o abu-havanın az təsiri olmayıb sizin poeziyaya gəlməyinizdə. Mən hələ uşaq yaşlarımdan musiqiyə, şeirə, sənətə həvəsim olub. Hələ orta məktəbdə oxuyan vaxtlar. Sonra isə valideynlərimin təkidindən bu sahəyə gedə bilmədim. Qəbələyə gedirdik. Gedəndə Qəbələnin o təbiəti istər-istəməz məni tezdən valeh elədi. Elə bir o hardasa qalmış hisslərimi yenidən oyatdı. Oğlum dedim, amma gör necə gözəldir təbiət. Bir vəsf elə görək bunu. Aha, yəni siz də öz töhfənizi o gözəlliyə verdiniz də. Yenidən mən orada dedim, yaxşı, indi bir dənə şeir deyərəm, Qəbələm mənim. Olar mı bugün burada eşidək o şeiri? Olar, icazə versəniz. Buyurun, elə Qəbələdən hal-hazırda biz izləyənlər varsa, onlar üçün də bu səhər çağı gözəl bir sohbət oldu. Cəbrayıl müəllim, sizin müşahidinizlə daha da gözəl olar. Uşaqlıq ömrümün oylağı olan, sərin bulaqları, yaylağım olan, gənclik illərindən sinəmə dolan, mənim gözəl yurdum, Qəbələm mənəm. Durca yaylağında dincələrdik biz, Şonqarqu qulağından su içərdik biz, dağ döşündə açan gül çiçəyindən dəstə toplayaraq qoxlayardıq biz. Qəbələ dağları al yanaqlıdır, qızları gözəldir, bal dodaqlıdır. O gözəl yurdum çılçıraqlıdır, qəlbə sevgi verən Qəbələm mənim. Qəmərvan suyu dərdə dərmandır, yeddi gözəli ürək açandır, məhəbbət, sevgidir qəlbə yatandır. Xoş qonaqlı olan Qəbələm mənim. Gəlib bu yerlərin qonağı olsaz, Nohur gölündə xəyala dalsan, xəyal həqiqətin sən də anarsan. Canım Qəbələdə
Sən də qalarsan. Canım qədərim, sən də qalarsan. Çox gözəl. Təbii ki, Süreyya xanım, bu şair ruhu, şair qəlbi bu gözəlliklər heç vaxt biganə qala bilməzdi. Bu ürək də sözdə heç vaxt tükənmir də Səfər müəllim. Çünki şeirlərinizin birində söylüyorsunuz ki, əlimdə qələmdir, qarşımda vərəq, yazdıqca qəlbimdə hələ söz qaldı. Ümumiyyətlə, şair tam ürəyini boşalda bilərmi sizcə? Yoxsa bu elə ədəbiyyatın bitdiyi bir məqam olar? Yox, şair ürəyin boşaldırsa artıq deməli ürəyi yoxdur. Söz qurtarmır. İnsanın ümumiyyətlə söz ruhun bir izidir. İnsanın, şairin ruhu varsa, Bəli. ruhu pərvaz eləyirsə, eşq dünyasındadırsa, ora can atırsa, onun sözü həmişə var. Bəs yaxşı, şairlər yazmaq istədiyini neçə faizini yazırlar? Yazmaq istədiyini mən deməzdim. Şair ümumiyyətlə yazmaq istəmir. Şairi yazdırırlar. Onun ruhu yazdırır. Ona eşqi, sevgisi yazdırır. Nə yazdırırsa o da yazılır. Üzə çıxartmadığınız elə bir şeirlər varmı ki, Səfər müəllim? Yəni, yazmışsınız, bilmirəm, sonra cürüb atmışsınız həmin o şeirləri. Çoxdur, Çoxdur. çoxdur. O bir dəfə bir başqa verilişdə demişdim, mən 40 yaşına qədər olan bütün yazılarımı yandırmışam. Hamısını, Səfər müəllim? Hamısını, bəli, hamısını yandırmışam. Düzü bir neçə şeirim var ki, onlar üçün onları geri qaytarıb mümkün deyil. Çox belə həsrətində qaldım. Amma oldu da yandırdım. Və indinin özündə də məsələn müəyyən bir hardasa deyək ki, yazdıqlarımın 30-40%-i hardasa arxivə gedir ki, hardasa yenidən ya işlənəcək, ya da ki elə arxivdə qalacaq. Bu yandırmağınızın səbəbi nə oldu, Səfər müəllim? Yəni, bəyənmədinizmi həmin o şeirləri, yoxsa hansısa xatirələr oyadırdı mı sizdə o şeirlər? Hansısa xatirələr oyadırdı. Xoş olmayan xatirələr. Xoş olmayan xatirələr. Aydındır. Mən bu səhər Süreyya xanımdan biz eşitdik bir şeir və çox istəyərdim ki, sizin də bir şeirinizə, bilmirəm hansı mövzuda olacaq, seçimi sizin öz ixtiyarınıza verirəm. Yaxşı, bugün elə adətən əsas etibarıyla demək olar sevgi şeirlərin gəlmişəm. Ay, nə gözəl, nə gözəl. Sevgi şeiri olacaq. Bu hələlik ya. Bəli, buyurun. Gəlsin. Ey nazlı nigarım, gəlmirsən, gəlmə. Telləri yellərə bənd elə, gəlsin. Qaş kaman, kipri yox, bəs edər mənə. Biraz da ləbini qənd elə, gəlsin. Neynirəm həsrətə yaxan ateşi, könlü kül olanın odur keçmişi. Əqlini tapşırma sevdalı işi, gəlməsə beynini dəng elə gəlsin. Açma sağ solumdan qəm pəncərəsin, nurunun yolunu aç, sevda xanəsin. Qoyma divanəni qana bələnsin, dərdimə dərmanı dərd elə, gəlsin. Ətrini kaş duyam, açılsın nəfəs, ömrü yaşamağa oyansın həvəs. Ruhu nəzəri ilə eyləyən sərməz, o ala gözləri məst elə, gəlsin. Yola iz salanda ola kaş ilqar, sinəmdə təxt qura o sultan nigar. Qollarım kəmər tək dolana ey yar, o incə belinə cəhd elə gəlsin. Bəsdir zülm elədin bunca azalım, ey pirim ocağım, qadanı alım. Canımı almağa ağzı dualım, vəslini səfərə əhd elə gəlsin. Əla. Təşəkkür edirik Səfər müəllim. Sağ ol. Gözəl bir başlanğıc idi. Deyirsiniz ki, Süreyya xanım, ilhamısan şairlərin düşdün dildən dilə dağlar. Əslində şairlərin çoxu bu zirvələrdən, dağlardan yazırlar da. Nədir əslində bunun səbəbi? Zirvəyə qalxmaqdırmı, yoxsa o dünyaya zirvədən baxmaqdırmı? Bilirsinizmi? Şairlər gözəllik vurğulanırlar. Onlar hər şeyin gözəlini sevirlər. Harada gözəllik varsa, onu şairlər vəsf edir. Yazırlar ondan. Zirvələrdən baxmaq isə daha gözəldir.
hər bir kəs istəyər ki, zirvədə olsun. Yəni o zirvədə olub oradan aşağını daha gözəl görmək olur. Bəli. O təbiəti, bütün nə varsa hamısını görür və onu öz şeirləri ilə kağız üzərinə köçürür. Bu sənətin zirvəsi Səfər müəllim var yəqin ki. Yox, bu sənətin zirvəsi yoxdur. Bu sənətin zirvəsi varsa, deməli artıq insan bu dünyadan çıxıb gedib. Başqa bir dünyasında zirvəsini axtarır. Çünki nə qədər həyat var, nə qədər vuruşma var, nə qədər gecə var, gündüz var, nə qədər dərd var, sevinc var. Deməli biz hələ zirvəyə çatmamışıq və çatmayacaq. Yəni ki, bu dünyada heç olmasa bu ömürdə biz çatmayacağıq. Amma zirvədən danışdıq, dağlardan danışdıq, torpaq haqqında da yazan şairlərimiz çoxdur da. Yəni ki, elə bir şair tapılmaz ki, bəlkə onun yaradıcında torpaq haqqında bir şeir olmasın. Biri ayağımızın altındadır, bir də əl çatmaz hündürlükdə. Bu təzadın səbəbi nədir sizcə? Təzad deyil. Təzad Biri deyil. zirvə? Biri bəli, biri zirvə, biri göylər, biri yer, hətta torpaq yox, torpağın altından da yazırlar. Bəli. Çünki insan özü həm torpaqdan, cismi torpağın məhsuludur, Allah gildən yaradıb. Göylərdən də nurunu, Allah Tanrı nəfəsini verib, ruhunu verib. Və bu iki varlığın vəhdətindən insana əmələ gəlib, insan yaranıb və insan elə bu mübarizənin, yenə dediyim kimi gecənin, gündüzü, bu torpağın, bu göylərin arasında qalan insan ömür sürür, bu ömürdür. Yerdən qopub göylərə qalxmaq istəyən var, yerdən yapışan var. Hərə bir cür ömür sürür. Ona görə bu iki məkan insanın ömrüdür. Bəs şairləri axtaranda harada tapmaq olar? Daha çox buludların üstündəmi, yoxsa o zirvələrdəmi? Şairləri hər yerdə tapır. Hər yerdə. Harada gözəllik var, orada şair var. Buludlarda da olur, yüksəklikdə də, torpağın üstdə də. Torpaqdan amma insan dik dayanmağı bacarmalıdır ki, yüksəkliklərə qalxa bilsin. Yəni ona görə torpağın üstdə insan dayana bilməlidir və onu tutmalıdır ki, o zirvəliklərə qalxıb onları yaza bilsin. Şairləri hər yerdə görmək olar. Bəli. Harada gül çiçək var, şair oradadır. Harada bulud var, açıq səma var, şair oradadır. İstədiyi kimi, onun qəlbindən keçən kimi onu yazır. Necə düşünür, o cür yazır. Yəni, onları öz qəlbindən keçən kimi yazıb oxucusuna çatdırır. Siz necə düşünürsünüz Səfər müəllim? Razılaşırsınız? Razılaşıram. Harada gözəllik var, harada o gözəlliyi görəndə, harada o şairin sözü yada düşürsə, deməli şair oradadır. Bəs əsl şair kimdir? Bəs əsl şair sözünü kimə şamil etmək olar? Və şiirdə önəmlisi nədir ki, oxucunun qəlbinə daha tez yol tapa biləsiniz? Əsl şair, indi mən öz fikrimi bildirirəm, ola bilsin, çoxu razı olmasın. Bizim ümumiyyətlə belə getirəndə də Rəsul Ruzanın bir kəlamı var ki, deyir, Azərbaycan xalqının 70% şairdir. Şairənə xalqıq da, onu deyilir, bəli. Səhv eləmirəmsə, Jules Renar'ın fikridir ki, şeir, kəşki bir misra poeziya görəydim. Yəni, hər şeirdə poeziya deyil də. Yox, əlbəttə ki, yoxdur. Şair, mənim fikrimcə, bilirsiniz, şeir əsasən bizdə indi deyək, toplum deyək ki, insan qəlbinin, hisslərinin təzahürüdür. Qələmə alırıq, sevgini, dərdi, qəmi. Ancaq mən, məsələn, əsl şair onu sayardım ki, o təkcə hissləri yox, sabaha yolu göstərsin. Necə ömür sürməyi, necə yaşamağı, haradasa problemlər, bir xalqa, millətə, insanlığa ümumiyyətlə tək xalqa yox, yol açsın. Yəni, müəyyən ibrətamiz fikirlər olmalıdır. Əsas, məsələn, biz indi əsasən, mən özümdən deyirəm, əsasən filosofların, alimlərin, şairlərin fikrini dəyişirik, yazırıq, xalqa çatdırırıq. Amma bəs bizim öz fikrimiz, öz əqidəmiz, öz məsləkimiz, bu əsas budur. Sən bu həyatdan, bu problemlərdən çıxış yolunu, o mənəvi elmə olan yolu, o mətləbləri xalqa birinci özün anlamalısan və sonra xalqa çatdırmalısan. Bəli. Həm də deyirlər, şeirdə bir səmimilik olmalıdır da, o təbiilik mütləq olmalıdır ki, Süreyya xanım. Gərək şeiri oxuyan sevsin. O şeiri oxucu sevirsə, o şairi də sevir. Və həmçinin özünü tapmalıdır o şeirlərdə. Əlbəttə, özün o yazılanların əksər faizlərini onlar nəzərə alıb öz
timsalında nəysə tərənnüm eləyib yazırlar. Yəni onu da oxucu hər necə oxuyursa özü üçün nəzərdən keçirilir onu. Özünü düşünür. Amma şair özünü yazır fikri ilə razılaşırsınızmı siz hər ikiniz? Var belə bir Olur, fikir. belə şeylər də olur ki, Ələxüsus da qadın şairlərə bunu aid edirlər öz ki, həyatından yazır, görürsən, Bəli. nəysə birdən başına nəsə işlər gəlir, onları yazır. Belə şeylər olur. olur. Səfər müəllim. Bəli, şair özünü yazır. Özünü yazır deyək ki, özündən yazır, belə deyək. Hardasa bir qəlbinə nəsə toxunur, nəsə sevindirir ya incidir və ondan o şeir yaranır. Ancaq sonradan bu şairliyin əsas qüdrəti nədir? O hissi, o Yaşadır. bəşəri səviyyəyə qaldırmaq. Bəli. Yəni bu təkcə mən yazsam ki, ay məsələn mənim ağrım, mənim bu bəladır, bu ağlıya sevinim ki, mənimdir. O məsələn Nərgiz xanıma, Şəms xanıma oxucular o qədər də maraq doğurur. Yad gələ bilər. Bu Səfərin həyatıdır. Hə. Ancaq Bəli. onu ümumi xalqın həyatı, xalqın könülləri heç olmasa məsələn sənin oxuduğunu bir adam oxuyursa və deyirsə elə bil ki, bu mənim könlümdəkini yazıb. Və deməli hardasa şeir artıq bir balaca uğur qazanıb. Ümumiyyətlə o sevinç hissi şairə şeir yazdıra bilərmi? Mən düşünürdüm ki, həmişə bir kədər, bir qəm-qüssə içində olmalı. Yox, Yox, yazdırır. 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 Bəlkə sevmək istəyir, onu yazdırır. Bəli. Məsəl üçün kimisə görür, qəlbindən nəsə hiss keçirir. Onu qələm üzərinə alır, yazır. Bəli. Sadəcə tək şairlərdə yox, bütün insanlarda sevinç hissi adətən az olur. Bəli. Əsas. Anlarla olur da bu Hə, hisslər. Hə. İllərlə dərd, kədər, sevinç bir anlıq. Aha, hər zaman belədir. Hicran uzun, Ona görə- sal qısa. Sal az. Ona görə ədəbiyyatda da, poeziyada da nisbət təxminən belə bölünür ki, çox hissəsi qəmli şeirlərdir. Bəli. Məsələn, elə muğamatımızı getir, musiqimizi Sözsüz. getirin beləcə. Daha bir şeyinizdə söylüyorsunuz ki, Səfər müəllim, eşidilsin gərək sözüm, yol ver dəniz, yol ver üzüm. Şair bilmirəm, romantikaya mı doğru üzmək istəyirdi, yoxsa haqqa doğru mu üzmək istəyirdi? Ümumiyyətlə, axtardıqlarınız dənizin o kənarındadır, deyəsən, yoxsa o Dəniz- üzündədir? Dənizin içindədir. 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 Bəli. Çünki mənim dənizimin sahili yoxdur. Və bu sevgi dənizidir, eşq dənizidir, bu arzuların dənizidir. Və nə qədər ömür var, mən o sahilə doğru üzürəm. Və ümumiyyətlə hər bir insan üzür. Bəzən fikirləşirik ki, insan üzür, sahilinə çatdı. Sonra hardasa bir ruzigar əsir, görürsən ki, bu sahil dənizin sahili deyil, bu sadəcə bir adanın sahiliymiş. Bəli. Və səni yenidən atır dəryaya və yenidən üzürsən. Romantikalarla doğuldu. Mən belə başa düşdüm ki, biz yəni hər ikinizdən bir şey rica edəcəm. Daha sonra biz Mətənət xanımın ifasını eşidərik inşallah. Buyurun. Tər qönçə çiçəyin sehrinə düşdüm. Axıda qanımı tikanı xoşdur. Ətri bihuş edib ağlımı alsa, dar edə başıma cahanı xoşdur. Qan içən yanağı şehə aldada, sözü şəkkər ola, ləbi baldada. Sorağı yetəndən küfə Bağdada, qul olam, çəkiləm divana, xoşdur. Hüsnə şəfəq verir eşqin gözyaşı, İncilər incisi, əridən daşı. Fələk çox görübdü vəslə savaşı, yara yar sinəni, hər anı xoşdur. Ətrinə yol gedən cəfadandır gül, ya nur ol zilvə qalx, ya xəzan tökül. Eşqin sevdasında tikana bükül, yar başın üstündə dolana xoşdur. Ey Səfər, dilənmə dilində dildar, ovçu torundasan, çarəsiz şikar. Zamanını gözlə, bəlkə can alar, aşiq can verəndə canana xoşdur.
Sən ömrümün bircəsisən. Sevən qəlbin sevincisən. Desəm talih qismətimsən. Sevənlərlə biz yarışaq. Yenə sevgidən danışaq. Qoşa olsun ilk yolumuz. Həm sağımız, həm solumuz. Sevinç dolu arzularla, məhəbbətlə biz yarışaq. Yenə sevgidən danışaq. Axma axar sular kimi, baxma qaçar ceyran kimi, sən bax mənə yarın kimi. Deyək, gülək, gəl alışaq. Yenə sevgidən danışaq. Kədər bizdən uzaq olsun. Hər günümüz nurla dolsun. Qismətimiz birgə olsun. Deyək, gülək, gəl alışaq. Ancaq sevgidən danışaq. Ancaq sevgidən danışaq. Təşəkkür edirik hər ikinizə. Bu gözəl sevgi şeirindən sonra muğamın yeridir məncə. Dinləyək Mətanət xanım. Buyurun.
uçur solağına gəlməlisiniz. Problemimiz var. Möhkəm soyuq dəymənin sizə mane olmasına imkan verməyin. Teraflunun gücü sizə qrip və soyuq dəymənin 7 başlıca əlamətlərini məhv etməyə kömək edəcək. Teraflu, qrip və soyuq dəymə ilə mübarizədə ekspert. Teraflu, xəstə olmağa vaxtım yoxdur. Dişlərinizi fırçaladıktan sonra ağızdaki təravət uzun sürmür. Blindamet ağzınızın 24 saate qədər təmiz və təravətli qalması üçün Complete 7 diş pastasının və əsl ağız yaxalayıcısının qarışığını təqdim edir. Bütün ağız boşluğunun təmizliyi və gün boyu təravətli nəfəs üçün Blindamet. Mən həyatla doluyam və bunu bildirməyi xoşlayıram. Lakin əvvəllər saçlarım ağır və cansız olduğundan bunu edə bilmirdim. Yeni Pantin argan yağı terapiyası argan yağını provi formulası ilə birləşdirərək saçlarınızı ağırlaşdırmadan qidalandırır. Saçlarım canlı və parlaqdır, özüm kimi. Pantin. We never needed anything back then. We needed everything back then. You know, we should go back. Yes, we should. Dolce & Gabbana, the one. Nəysə xoşuma gələndə onu dostlarıma da məsləhət görürəm. Buna görə də saçlarımı yumuşaq və hamar edən argan yağlı Pantin serumunu məsləhət görürəm. Argan yağlı Pantin serumu ilə saçlarınızı canlandırın. I don't believe in less. I go all the way. Be true to yourself, I say. Makes me a man of success. Makes me the man of today. Boss Bottled. Fragrance for men. Anan kirli paltarları necə yuyur? Çox asan. O paltarları maşına atır və salam. Doğrudan? Təbii ki, yox. Çox çirkli paltarların yuyulması əlavə əziyyət tələb eləyir. Yeni Tide ilə artıq bunlara ehtiyac qalmır. Gəlin yoxlayaq. Yeni Wash and Lock formulası ilə Tide çirki təmizləyir və ləkələrin parçaya yenidən nüfuz etməsinin qarşısını alır. Gəlin yuyaq. Nəticədən məmnunsunuz? Heyrətəmiz bəyazlıq. Üstəlik əlavə güc sərf eləmədən. Çox asanmış. Bir əziyyətsiz yumada Tide təmizliyi. It's so important to make someone happy. Make just one someone happy. Make just one heart-to-heart you. One smile that cheers you. One face that lights when it nears you. One girl, you're everything to make someone happy. Make just one someone happy, and you will be happy too. You overslept your job. Overslept. And whatever people say, he says, don't worry, it's okay. I wanna thank you, Bobby, cause you make me feel fine. When you're down on the floor, feel fine. When you want some more, feel fine. When there's hole in your shoe, feel fine. Roşen, dünyanı daha xoşbəxt edirik. Ailəm başqa aləmdir. Biz bir-birimizi sözsüz anlayırıq. Lap oyundakı kimi. Anamız nə sevir? İnək? Çələk? Çələkli inək? Çələkli çuda. Buna əvvəlcədən deyərlər. Bizimkilər südlü çudanı dolğun çiyələk dadına görə sevirlər. Bir də ki, o təbii süddən hazırlanır. Buna görə də ailəmiz üçün belə faydalıdır. Mən bir də oynayardım. Sevdiyim çuda. Yeni Dirol Senses daha rengarenk ve şireli oldu. Dirol Senses naneli. Necə də şirəlidir. Bütün Dirol Senses saqqızların uzun sürən dadına bax. Yeni Ariel Pod 3'ü birində kapsulalarında ehtiyacınız olan hər şey var. 3 fərqli xüsusiyyət özündə birləşdirən ilk yuyucu vasitə. Təmizləyir, ləkələri aradan qaldırır, parlaqlaşdırır. Ariel Pod, hər şey tək onun içində. Yeni Ariel Pod 3'ü birində. Sizə lazım olan hər şey. Uşaqlardan qoruyun. Kəpək elə hey yaranır. Nizaral şampun kəpəyin dərmanı olaraq onun səbəbini, göbələyi müalicə edir. Nizaral kəpəyin müalicəsində ekspert.
təşəkkürümüzü bildiririk. Mətanət Qarabağlı, Qarabağ biz bilirik ki, Cəbrayıl mənim musiqimizin beşiyidir təbii ki, konservatoriyasıdır. Siz də oranın bir nümayəndəsisiniz. Gözəl avazınız, gözəl səsiniz var. Təşəkkür edirik bu ifaya görə. Siz də sağ olun. İfadan öncə bir şeir söylədi Süreyya xanım. Dediniz ki, sevək, sevincə qarışaq. Ancaq sevgidən danışaq. Yavrum ki, nə deyirik ki, valla, biz də böyük məmnuniyyətlə qatılırıq sizin fikirlərinizə. Ürəyimizcə olan bir söhbətdir, sevgidən danışmaq. Görək sizin hər ikinizin sevgi dünyasında nə var, nə yox. Hər səfər mənim. Bir şeirinizdə söylüyorsunuz ki, sual verdim arif olan kimsəyə, ürək nədir, könül nədir, qəlb nədir? Tanrı verən paysa canla ruhumuz, bəs məhəbbət, sevgi nədir, eşq nədir? Doğrudan da nədir? Ay Səfər mənim. Sual cavabını tapmışsınız. Eşqin 4 mərhələsi var. Sevgiliyə olan eşq, Tanrı yoluna olan eşq, ruhun eşqi, bir də əqlin eşqi. İlk mərhələ sevgiliyə, gənclik dövründə olan eşqdir. Allah yolunun sevgisidir. Bu mərhələləri keçdikcə insan kamilləşir, insan öz daxili məninə qovuşur. Və qovuşduqca artıq o deyək ki, bayaqki sualın torpaqdan qopub göylərə qalxarsan. Və ömrün nə üçün verildiyini, həyatın nə üçün verildiyini dərk edirsən. Ona görə sevgi gözəldir. Və bu sevgi dünyasında nə var, nə yox, sevgi dünyasında gözəllik var. Sevgi dünyasında həyat var. Qəm ilə, acısı ilə, həsrəti ilə, vüsalı ilə bir yerdə. Və nə qədər insan ömrü, mən elə bilirəm ki, indi daha doğrusu bilmirəm, bilmək də olmur. Bəlkə də bu sevgi dünyası bu dünyada da bizim ömrümüzlə bitmir, sonra davam edəcək. Yəqin ki, mən inanıram ki, davam edəcək. Çünki o dünyamız var, o dünyanın Tanrıya olan eşqimiz var. O yox, elə onun üçün çalışırıq, necə deyərlər, kamilləşməyə can atırıq ki, o dünyaya, o dünyanın eşqinə saf çıxaq, təmiz çıxaq. Eşki bu cür mərhələlərə böldünüz, amma təsdiq olsun ki, hər insan o mərhələləri yaşamır da həyatında. Nə insan əlbəttə çatmır. Əlbəttə çatmır. O çatmaq o deməkdir ki, artıq yer üzündə insanlar yox, mələklər yaşayır. O da ki. Mümkün olan bir şey deyil. Buyurun Süreyya xanım, sizin də fikirlərinizi bu eşq, məhəbbət barədə verərək. Mənim fikrimcə, məhəbbət cürbəcür olur. Ataya, anaya, evlada, torpağa, vətənə. Ancaq bunlardan ən ümmanı iki gənc arasında. Sevginin yaşı olmur, hər yaşda olur. Yəni, sevmək olur hər yaşda. Bir şair dostum var, deyir, gözəl var görəndə tutulur dilim, gözəl var görəndə şairləşirəm. Yəni, hərdən görürsən ki, məhəbbət o qədər yüklü olur ki, qarşındakı insana öz sevgi etirafları eləyə bilmirsən. Ancaq insanın gözləri qəlbin aynasıdır. Bəli, hər şey deyir də. Bəzən sözə ehtiyacı olmur. Bəli, sözə ehtiyacı olmur. Onun gözlərinə baxanda onun daxili aləmini oxuyursan. Orada görürsən ki, onun qəlbində nələr var. Sevgi etiraflarını onun gözlərində görürsən. Bax, məhəbbətin ən gözəl hissləri budur. Şairlər yəqin ki, bunu hamıdan yaxşı bacarırlar da. Çünki bir növ həm də bir psixologdular. İnsanı tanıya bilirsiniz ümumiyyətlə Səfər mənim. Dostlar haqqında bir şeiriniz var, o yadıma düşdü mənim. Orada deyirsiniz ki, o günün də dostu çox olar, əlin dövlət var tapanda. Səfər sizin misraları da bu. Belə dostlara yəqin ki, dost demək olmaz da, bu əsl dostlar deyil. Olub sizin həyatınızda Səfər mənim, yoxsa yox? Açığını deyim ki, mən belə indi heç kimi inciməsən, artıq mənim demək ki, olar ki, dostum tam mənada yoxdur. Çünki düzdür, yaxın yoldaşlar var. Amma ki, siz istədiyini, o könlündə olandığını tam təmənnasız, deyək ki, o ruhuna, məninə uyğun, yaxın olan insan yoxdur. Bəzən, bilirsiniz, mən özümə dost bilmirəm. Hətta. Özünüzə dost bilmirsiniz, özünüzü. Ümumiyyətlə, özünüz yaxşı dost ola bilirsinizmi başqasına?
Mənim fikrimcə, hə, ancaq yəqin ki, dostlarım fikrincə bəlkə də yox. Bunu artıq onlardan soruşmamız gərəkdir. Ümumiyyətlə, belə bir fikir var, əslində mənalı deyil, deyir, qadınla kişi arasında dostluq, kimsə deyir olur, kimsə deyir, bu digər bir hissə duyğuya gətirib çıxarır. Hər iki tərəfin nümayəndəsi burada, ona görə sizin ikinizdən də soruşmaq istəyirəm. Mümkündürmü belə bir şey? Mənim aləmimdə mümkündür. Mümkündür. Çünki əgər sən nəfsinə, deyək ki, zülmətinə, bədəninə, təninə, cisminə qalib gələ bilirsən, ondan daha sonra qalib gəlmək lazım deyil, ondan ucalığa qalxa bilirsənsə, Tanrını birdir, Tanrının verdiyi ruh da eynidir. Ruhun qadını kişisi olmur. Əgər ruhu yaxınlıq varsa, dostluq var. Yox, əgər cismani yaxınlıqdırsa, mümkün deyil. Siz necə düşünürsünüz? Mənim nəzərimcə yox, qadınla kişinin dostluğu alınan bir şey deyil. Siz tam dəqiq? Tam dəqiqliylə deyirəm, çünki bunun ən yüksək pilləsi məhəbbətə çönür. Çox gözəl dost olurlar, yuxarı pilləsi məhəbbətdir. İstər-istəməz məhəbbətini etiraf edir ki, budur. Ya bir tərəf, ya da o bir tərəf. Ya bu tərəf, ya o tərəf. Bunun ən yüksək nöqtəsi məhəbbət, sevgidir, eşqdir. Sevirəm sözünü deyə bilmirəm, deyirsiniz. Ona görə də yazırsınız. Mən belə başa düşdüm ki. Amma yaza bilməyənlər neynəsin, ay Süreyya xanım? Yaza bilməyənlər, bu elə sualı bayaqlarım danışdığım sual buna aid. Gözlərə baxsınlar. Üzünə, və hərdən görürsən ki, danışanda o sözü deyə bilmirsən, onda üzünə baxanda onun gözlərindən duyursan sevdiyini. Gözləri gizlədə bilmir axırı. Gözlərindən deyir o səni sevdiyini, onu hiss eləyirsən. Bunu sadəcə anlamaq lazımdır. Onu anlamaq. Sevənlər daha tez anlayırlar belə şeyləri. Bəli. Sizin çox maraqlıdır ki, maraqlı bir təsadüfdür ki, bir dəyişməniz var Səfər müəllimlə, eləmi? Nə zaman yazılıb bu dəyişmə? Bir 3 il olar Səfər müəllim, elə bilirəm. Ya 2 il, yox, 2 il bundan qabaq. 2 ildən çox. Var mı bu bir maraqlı tarixçəsi? Necə oldu ki, bu bir dəyişmə oldu? Mən təsadüfən bir saytların birində yazdım bir bənd şeir, buraxdım səhifəmə. Sonra bunun arxasınca Səfər müəllimi yazanlar çox oldu. Səfər müəllimin şeirindən daha çox xoşum gəldi. İcazə versəydiniz deyə. Çox yerinə düşərdi məncə elə. Sonra onu yazdım, mən öz kitabımda qeyd eləmişəm. Çox gözəl gördük biz bəli həmin şeiri, amma burada sizin dilinizdən eşitmək istəyərdik bugün, olarmı? Əgər əlimdə ixtiyar olsa, əgər əlimdə ixtiyar olsa, bütün sevənlərə sevinc verərdim. Alıb ulduzları mən qucağıma, məhəbbət gülü tək yerə sərərdim. Yığardım əlimə gülləri bir-bir, ətri ilə ruhuma bəzək vurardım. Unudub həsrətin ağrı acısın, özümə yeni bir dünya qurardım. Çox sevinç anları mən yaşayardım. Unudub qəmimə sevinç qatardım. Toplayıb gülləri koma tikərdim. Özümə yeni bir dünya qurardım. Qura bilməmişəm şahanə həyat. Xəyallar qurmuşam arzularımla. Hər gələn zamana bir ümid çöküb, güllərim solsa da gümanlarımla. Sevgimi güllərdə mən yaşatmışam. Xəyallar uydurub, xəyal qurmuşam. Ona qısılaraq mən uyumuşam. Sən demə qismətim xəyal olubdur. Mən də ömrümü xəyalla qurdum. Arzudan, diləkdən bir həyat qurdum. Çərx fələyin atın çapanda xəyalsız rüyasız ömrə vuruldum. Ömür kərvanım su kimi axdı. Bilmədim nə zaman qocaqdı məni. Sevgi məhəbbəti alıb əlimdən, vaxtsız vədəsiz saraltdı məni. Təşəkkür edirəm, çox sağ olun hər ikinizə. Səfər müəllim, bildiyimə görə qəzəlləriniz də var sizin. Bugün rica etsək, olar mı bu qəzəllərdən də bizə söyləyəsiniz? Ümumiyyətlə, çoxdan mı yazırsınız qəzəlləri? Bu janra çünki indi müraciət edənlər sayı elə də çox deyil. Çox deyil, amma çoxalır. Mən də daxil olmaqla çoxalır və xoşdur ki, hətta yeni gənclər, yeni xanımlar
qoşulur və gözəl qəzəllər yaranır, gözəl şirin qəzəllər yaranır və mən də bacardığımı yazıram. Bugün eşidək sizdən o qəzəllərdən. Könlümə ey gönçə gül, yar istərəm, istər misən? İstəmə pünhanə, aşkar istərəm, istər misən? Çox cəfa çəkdirmisən, mürşid atardı məbudun. Əhli iman, düzdə ilqar istərəm, istər misən? Çəkmədə zülfün dara, bihuş edəndi qamətin. Sən təki şahanə dildar istərəm, istər misən? Nur ola zülmət gecə, gül bilməyə solmaq nədir? Hicrə sipər, eşqi divar istərəm, istər misən? Vəslə elan vermişə, ünvan gəlib, dəryadadır. Qərq olum ümmanə həmkar istərəm, istər misən? Et təbibim məlhəmi, azad ola qəmdən könül. Yurduma hər yanə gülzar istərəm, istər misən? Dilbəra, gəl naz ilə ömrün duya ol dəmsəfər. Yar dedi, hər naza əşar istərəm, istər misən? Yar dedi, hər naza əşar istərəm, istər misən? Davamı sizdən gəlsin. Var mı daha bir şeirlə? Olar. Yaşanan günləri alıb apardı. Sevincli qəlbimin incə tellərin bircə bir qıraraq çöllərə saldı. Məndən sən nə qədər uzaq olsan da, günbəgün mən sənə addım atıram. Sən həmişəlik cavan qalsan da, mən isə günbəgün bax qocalıram. Birgə əkdiyimiz bağ-bağatımız çox şirin, çox dadlı meyvəli olur. Bax şirin o körpə uşaqlarımız, hərəsi bir ailə, bir yuva qurur. Günlərim zəhmətli olsa da mənim, onları görəndə mən unuduram. Sənin yoxluğunu düşünəndə mən, onların üzündə səni tapıram. Onların üzündə səni tapıram. Loğman ola, olmaya dərmanı çağırma. Naz etməyə yar, cəm ola heyranı çağırma. Can verərəm əhlə ki eşqin bilə qədrin. Həsrəti hördürməyə bənnanı çağırma. Zər aşiqiyəm, könlümə gövhər ola bəsdi. İncini daş sanmışı, nadanı çağırma. Ötdü bahar fəsli, payız fəslidir ey zar. Lalə qızıl gül, şux leylanı çağırma. Saqini olmazsa vəfa nazlı nigarda, süzməyə mey, vəslinə peymanı çağırma. Ey gözəlim, yoxdursa qərq olmağa tabın, yelkənsiz olan ömrü müəmmanı çağırma. Mülk-i imarətdir səfər, şahlara məskən, xanəsi viranəyə sultanı çağırma.
Xanəsi Viraniyə sultanı çağırma. Teşekkür ederim. Çok sağ olun. Poeziya dəqiqələrini bizə yaşatdığınız üçün sizə minnətdarıq və artıq vidalaşmaq məqamıdır. Bir daha teşekkür edirik. Bugünkü hissiyatımız mənim çox ürəyimci oldu. İnanırıq ki, siz də bəyəndiniz və tamaşaçılarımıza da elə səhər-səhərinə vəd etmişdiksə o payı da ötürə bildik buradan. Süreyya xanım, Səfər müəllim, inşallah görüşmək ümidi ilə deyirik. İnşallah. Və bizim musiqiçilərimizə də minnətdarlığımızı bildiririk və son olaraq Mətanət xanım və İlqar bəyin ifasında Qarabağ şikəstəsi səslənəcək. Nə gözəl. Dinləyirik sizi, buyurun.